Başlayaq izaha uşaqlar. A potato farmer, kartof fermeri, baxın farmer sayılan isimdir, təkdədir deyə qabağında artiklı işlənibdir. Was sent göndərildi. Burada bir təzə bir qayda. To be, üstə gələk feilin P2 forması. Feilin P2 forması nədir? Məsələn, go keçmiş zamanda kökündən dəyişir, olur went. P2-də bir də dəyişir, olur gone. Amma edlə düzələnlər, məsələn, clean sözü. Keçmiş zamanda olur cleaned. Bitmiş zamanda da P2-də də olur cleaned. Edlə düzələnlər rahatdır. Hər ikisində ed olur. Amma kökündən dəyişənlər fərqlənir. Məsələn, speak indiki zamandadır. Keçmiş zamanda olur spoke. Bitmiş zamanda olur spoken. Bunları biz hər dəfə mətnlərin içində öyrənəcəyik. Potato farmer was sent. Göndərildi. Buradakı to be və P2 mənə deyir ki, biri var deyir göndərdim, bir də var göndərildi. İşin kim tərəfindən görüldüyü məlum olmur. İşin kim tərəfindən göndərildiyi məlum olmur. To prison, həbsxanaya. To nə deməkdir uşaqlar? A, deməkdir. To'nun bir mənası da var. O nədir? Mag. Xeyr, mag. Deməli, to'nun bir mənası var söz önü formasında olur a. Məsəl üçün, to the park. Biri də var to mag. Məsələn, to read. Nə deməkdir? Oxumaq. Buna nə deyirlər? Buna infinitiv, yəni məstər deyirlər. Diqqətlə qulaq as. Fərid. Sonra, when he should have been digging, o qazarkən, the ground, torpağı, for planting, becərmək üçün. Yadınızda qalsın, bax bunu soruşacağım. Söz önündən sonra, əgər feil gələrsə, mütləq feili ing formasına deyirik. Baxın, for planting, görürsünüz ing var burada. The new crop of the potatoes, yeni kartof məhsullarını becərmək üçün qazarkən polis gəldi, bunu tutdu, həbsxanaya apardı. He knew that, o bilirdi ki, knew nəyin keçmişiydi? Now bilmək deməkdir. Knew isə now'nun keçmişidir. Kökündən dəyişib olur. Fərid. He knew that, o bilirdi ki, his wife, onun arvadı, wouldn't be strong enough. Kifayət qədər güclü olmayacaqdı, yəni bacarmayacaqdı. To do the digging by herself. Özü qazıntı işləri aparmağa. To do nə deməkdir? Etmək. Dig nədir? Qazmaq. To do the digging, yəni qazıntı işlərini aparmağa, kartof əkmək üçün. O kifayət qədər deməli güclü olmayacaqdı. But, amma, that she could manage to do the planting. But, amma, o, could manage, idarə edə bilər. Manage, idarə etməkdir. To do the planting, deməli, bu əkim işlərini, plant becərməkdə, əkim işlərini, amma idarə edə bilər. And he also knew, və o, also nə deməkdir uşaqlar? Həmçinin deməkdir. Bax, 3 dənə sinonimi var. To, yazarsınız qeyd dəftərinizə. Also, bir də as well. Bunların üçü də təsdiq cümlələrdə işlənilir. Təsdiq. To cümlənin sonunda. Also cümlənin əvvəli, ortası. As well də cümlənin sonu. Tamam. Harada qalmışdıq? But she could manage dedik idarə etmək demək. To do the planting, əkim işlərini idarə edə bilərdi. He also, o həmçinin, knew that, bilirdi ki, he didn't have any friends. Onun dostu yoxdur. Bunu keçən dəfə dedik. Eyni hansı cümlələrdə işlənilir? Sual və inkar cümlələrdə. Bir də var eyni'nin törəmələri. Məsəl üçün, anybody, anyone, bilirsiniz də bunları. Anywhere, anything, bunlar bilirsiniz. Bunun hamısı sual və inkar cümlələrdə işlənilir.
Sonra so burada da deməli harda qalmışdım, yerini itirdim. Didn't olduğuna görə burada any verib ismin qabağında. So who would be willing to do the digging for him? Kim would be willing? İstəkli ola bilər. Willing istek, arzu etmək, istəmək deməkdir. Would be willing, istəkli ola bilər. To do the digging, qazıntı işlərini aparmağa. For him, onun üçün. So, belə ki, he wrote, o yazdı. Kökündən dəyişib baxın, wrote. A letter, məktub. To his wife, arvadına. Which said, hansı ki deyilirdi. Please, don't dig the potato field. Don't dig, yəni qazma kartof tarlasını. I hid the money. Mən deyir, pul gizlətmişəm. Bu hide sözü var, hide nə deməkdir? Gizlətmək. Onun keçmişi h, id, belə h, id, belə yazılır. And the gun there. Və the gun, yəni silah var, there orada. 10 days later, 10 gün sonra, he got a letter. Got nədə aldı? Get'in. Get nə deməkdir? Almaq, əldə etmək. Onun keçmişidir. Got a letter, məktub aldı. From his wife, arvadından. It said, o deyirdi. Deyilirdi. I think, mən düşünürəm ki, somebody is reading your letters. Kimsə sənin məktublarını oxuyur. Uşaqlar, həzrət, mən bunları sizdən soruşacağım. Siz bir də cavab verməsəniz, videoya qulaq asmasanız, biz burada çox möhkəm dalaşacaq sizlə. Eşitdiniz məni? İndi, somebody nədir? Kimsə, someone, yenə bu da kimsə, somewhere, harasa, something, nədir something? Nəsə. Baxın, bunlar, samla olanlar, ancaq təsdiq cümlədə işlənirlər. Təsdiq cümlələrdə. Amma eyni ilə olanlar necə işlənir dedik? Necə işlənir dedik eyni ilə olanlar? Sualda və inkarda. Bəli. Bu qaydanı əzbərləyin. Sonra before they go out of the prison. Before əvvəl deməkdə. They go out of the prison. O həbsxanadan çıxmamışdan əvvəl. Some policemen, bəzi polislər arrived, gəlibdilər. Here, buraya, 2 days ago, 2 gün əvvəl. Əgər cümlədə ago, yesterday, last day, last week, fərqi yoxdur lastdan olan nəsə. Gördünüzsə, burada hansı zaman olar? Əlbəttə, keçmiş zaman olar. And bu dag da digin keçmişidir, kökündən dəyişibdir. Dig qazmaqdır, keçmişdə olur dug up, qazıbdır. The whole potato, bütün kartof tarlasının fielddə var. What shall I do now? Nə edəcəm mən indi? Shall hansı zamandır? Future. Shall, will, future zamandır. The prisoner, məhbus, həbsxanada olan adama deyirlər də, wrote back, geri yazdı məktubu. At once, dərhal, plant the potatoes, kartofları ək, of course, əlbəttə. Hardayıq Fərid? Etdik. Deməli, Joe was going into his usual bar. Joe was going, gedir. Was going hansı zamandır? To be üstəgələk keçmiş, davam edici. To be üstəgələk ing. Keçmiş demək düzgün deyil. İngilisin çox zamanı var. Keçmiş sadə, keçmiş davam edici, keçmiş nəzərən gələcək, keçmiş bitmiş. Hansıdır? Dəqiq olmaq lazımdır. Keçmiş davam edici. Keçmişdə dəqiq vaxtda davam edir bu hadisələr. Joe was going into his usual bar. Həm usual nə də adi, həmişəki barına gedir. Before lunch, qəlyan altıdan əvvəl. When he saw a poorly dressed man. O deyir, yazıq, belə yazıq deməkdə kasıb geyinmiş kişini görəndə. When nə idi? Anda, əndə. Mən kişi
fishing, balıq tuturdu. In a small pool, balaca bir gölməçədən. Of rain water, yəni yağış suyu gölməçəsindən. About 5 centimeters deep outside it. Təxminən deyir, about təxminən mənasında var da, 5 santimetr dərinlikdə. Joe stop it, Joe dayandı, and watch it və baxdı. Baxın uşaqlar, stop it keçmiş zamandadır. Watch it keçmiş zamandadır. Sizə bir söz deyim. Sizin neçə yaşınız var? Tutaq ki var 10, 12, 13 yaşınız. Düzdür? Müəllimin neçə yaşı var? 30 yaşdan mənim çox yaşım var. 36, 37 yaşım var da mənim. İndi sizdən mən dost ola bilərəmmi? Xeyr, ola bilmərəm. Sizdən çıxıb futbol oynaya bilərəmmi? Ola bilmərəm. Siz qaçarsınız, mən 1-2 dənə top vuran kimi haldan düşərəm. Mənim uca enerjim falan sizinki kimi deyil axı. Ona görə bunu necə yadınızda saxlayırsınız? Bütün zamanlar öz zamanlarıyla uzlaşır. Məsələn, siz indiki zamanlarsınız, mən keçmiş zamanam. İndiki ilə keçmişi bir arada tutmaq olmaz. Düzdür? Siz hansı zamanlarla uzlaşacaqsınız? Ancaq öz yoldaşlarınızdan, indikilərlə. Mən hansı zamanlarla uzlaşacağım? Keçmişlərlə. Ortaya qoy. İzlər səndə. Deməli, ona görə baxın, stop it, dayandı. Watch it, baxdı. Demən kişiyə. For a few minutes. Bir neçə dəqiqəlik. Burada few var. Few hansı isimlər işlənirdi? Many, few, a few. Hansı isimlərlə işlənirdi? Ay, sağ ol. Sayılan isim necə olurdu? Cəm. Bəli, həmişə cəmdə olurdu. He saw that, o gördü ki, most of the people, insanların əksəriyyəti, who passed by him, kim ki passed, keçirlər, ötürlər, by him, yəni onun yanından, believed, inanırdılar ki, he must be rather mad, o deyir, yəni dəlidir. Joe, pitied the man, Joe'nun der kişiyə yazığı gəldi. So after a few minutes, bir neçə dəqiqə sonra, he went up to him and said kindly. O deyir, went up to him. Onun yanına yaxınlaşdı və mehriban şəkildə dedi. Baxın, kindly zərfdir. Zərfə artırırdıq sifətə. Əgər hərəkətlə işlənmişdirsə, sifətlərə, yəni priлагательное artırırdıq, eluvay şəkildə olurdu, narечие, zərf olurdu. Düzdürmü? Hello, would you like to come into the bar? Sən deyir, gələ bilərsən, gəlmək istəyərsən, would you like-a əzbəriyirik. Nə deməkdir? Bəli, would you like, özdə bu to-la işlənir, ha? Would you like to? İstəyirsənmi? Come into the bar, bara gəlmək, and have a drink, içmək with me, mənim ilə. The fisherman was delighted to accept his offer. Balıqçı was delighted, zövq ilə, accept, qəbul etdi his offer, onun təklifini. Burada məstər hansıdır uşaqlar? Məstər hansıdır maqmək mənası verən? Əlbəttə, to acceptdir. To accept. Bax, the fisherman cümlənin mübtədası. İşi görən şəxs. Həmişə cümlənin mübtədası olur. Kimdir? Balıqçıdır. Was delighted cümlənin xəbəri. Xəbər nədir? Yəni cümlənin feili, qlaqolu. Accept nədir? Artıq ikinci bir feilin təsirini öldürüb məstər eləyirik. Zövqlə to accept, qəbul etdi. His offer, onun təklifini. The two men, iki kişi miqdar sayılar, iki miqdardır, düzdür Fərid? Miqdar sayıları ümumiyyətlə, Z artiklından işlənmir. Ancaq bir şey təkrar olunursa vermək olar. Burada Z həmən mənası verir. The two men, həmən iki kişi. Went into the bar, bara getdi. Together birlikdə. Joe bought, Joe aldı. The fisherman, a few drink. Fishermanə, balıqçıya bir neçə drinks, içki. And finally, nəhayət, said to him, ona dedi, you have been fishing outside here. Sən burada balıq tutmuşsan, tuturdun. Haven't you, düzdürmü?
How many did you manage to catch this morning? Nə qədər tutdun? How many? Nə qədər did you manage? Manage to bilsiz nə deməkdir? Bunu sizdən soruşacağım. Görüm kim əzbərləyəcək. Bərabərdir. Can deməkdir. Bacarmaq, bilmək deməkdir. How did you manage to catch? Necə tuta bildin bu səhər? If I may ask. Yəni, mən deyir, bilmək istəyirəm. You are the 8th. Sən 8-cisən. The fisherman answered merrily. Belə gülərək, xoşbəxt şəkildə dedi. Merry xoşbəxt olmaqdır. Merrily isə burada l-ı artırdıq. Nə oldu? Zərf oldu. Nəyə görə? Buradakı answer sözünə görə. Başqa buradakı bir sözü təhlil eləmək istəyirəm. Ay Fərid. Cümləyə baxın. Deyir ki, ikinci abzas bu the fisherman'la başlayan abzasın deməli digər ikinci cümləsi Joe bought. Joe aldı. Joe cümlənin mübtədasıdır. Mübtəda nədir? İşi görən adam, şəxs. Bought da cümlənin xəbəridir. Xəbər nədir? Xəbər nədir? Feil, qlaqol, feildir. İngilisin həmişə birinci gəlir kim? İşi görən. İkinci gəlir nə? Xəbər. O nədir? Yəni, işi görən feil gəlir, hərəkət gəlir. Düzdür? Sonra da tamamlıq gəlir. Deməli, Joe bought the fisherman a few drinks. Nəyə aldı? Bir neçə içkini. Tamamlıq gəlir. Tamamlıq da uşaqlar nəyi sualına cavab verir. Məsəl üçün, sizə deyirdiyi cümlən təzə kim? Nə edir, nəyi edir? Ona görə deyir, kim olur mübtada? Nə edir, olur xəbər. Nəyi edir, onun adı tamamlıqdır. Yəni, mən sizdən sual soruşanda, nəyi deyəndə, tamamlıq deyəndə bilin ki, orada nəyi sualına cavab verən hissəni qoymalıyıq cümləyə. Oldu? Keçək digər tərəfimizə. Getdik. Deməli, Mr. Robinson, cənab Robinson, nə qayırırdı? Was driving, sürürdü. Hansı zamandadır Fərid? Aha, keçmiş davam edici. Was driving to Oxford. Oxford'a. Buradakı to nədir? A-ə mənası verir. Oxford'a. One cloudy day. Bir bulutlu gündə. When he saw a hitchhiker. O deyir piyadanı görəndə, yolun qırağında durub əl eləyib gedən adamlara deyilir. When he saw a hitchhiker holding a sign. Holding, saxlayıbdır a sign bir işarə. Above his head, başının üstündə. Which, hansı ki said, deyirdik, yazılmışdı, yəni Cambridge. Mr. Robinson thought. Mr. Robinson düşündü. It unwise. Bu ağılsızlıqdır. To take hikers. Belə yolda duran adamları götürmək. Because, çünki he had read frightening stories. He had read. O oxuyub. Frightening stories, qorxulu hekayələr. Of what some of them did to drivers. Some of them, onların bəziləri did, edirlər. To drivers, sürücülərə. Deməli, onların bəzilərinin sürücülərə etdiyi pis şeylər haqqında nələrsə oxuyub. But amma he was a kind man. O, mehriban adam idi. So, belə ki, he stopped, dayandı and said və dedi. You are going to get wet. Sən islanacaqsan. To be going to nə deməkdir? Ay sağ olun, acaq-acaq deməkdir. Artıq şükür ki, buna gedəcək demirsiniz. You are going to acaq-acaq, get wet, islanacaqsan. You are on the wrong road. Sən səhv yolda durmusan. Nə üçün burada on var? Çünki yolda dayanmaq onunla gedər. For Cambridge, Cambridge üçün. This road, bu yol, goes to Oxford. Oxford'a gedir. Yes, I know, mən bilirəm. Answer, cavab ver. The hitchhiker gaily. Gaily, belə irişərək, belə qımışaraq, belə sözümüz var, elə. As he got into Mr. Robinson car. Çünki he got into, o deyir,
minmişdi Mr. Robinson'un maşınına. That's where I want to go. Where I want to go. Deyir ki, mən hara istəyirəm. Buradan başlayaq yenə. That's where I want to go. Mən deyir, bilirəm where I want to go. Mən hara gedirəm də, yəni səhv durmamışam, bilirəm. I only, sadəcə started to wait. Gözləməyə başladım here burada. A minute ago, bir dəqiqə əvvəl. And I knew, mən bilirdim. Someone, kimsə. Would be likely to stop. Dayanacaqdı. To tell me, deyəcək mənə. I was on the wrong road. Mən səhv yoldayam. If I had held up a sign with Oxford. Hold sözünün keçmişidir. Nə deməkdir hold? Saxlamaq. Held da saxladı. If I had held up a sign with Oxford on it. Əgər mən deyir Oxford on it, onun üzərində Oxford yazısı ilə, sign işarəsi ilə hold up saxlasaydım işarəsini, I might have had to wait. Ola bilər ki, have had to wait, hələ də gözləyərdim. For an hour for someone to stop. Bir saat da gözləyərdim ki, someone, kimsə to stop, dayandırsın. Bəli. Mr. Grey'e də baxaq mı? Mr. Grey had a nice shop. Mr. Grey'in qəşəng bir mağazası var idi, having keçmişi. In the main street of a small town. Balaca şəhərin main street əsas küçəsində. He sold jewelry. O zinət əşyası satırdı. Watches, saat, clocks, watch qol saatıdır, clock da divar saatı. And other things, başqa şeylər, like those, onlar kimi. All went well for some years. All, hər şey went well, yaxşı gedirdi. For some years, bəzi illərdə. And then sonra Mr. Grey's shop was broken. Sonra Mr. Grey'in mağazası was broken, qırılır. Bayaq dediyək was to be, üstə gələk, was were to be'nin keçmiş zamanda, üstə gələk P2 nədir? Keçmiş zamanın məhkulu. Qırılırdı. Kim qırdı bilinir? Bilinmir. İş görən məlum olmayanda deyirik. Sonra into a night, deməli, twice in one month. Twice iki dəfə. In one month, yəni bir ayda iki dəfə qırılıbdır. Qırıb içinə giribdilər böyük ehtimal ki, baxaq. Çünki into sözü var. And a lot of jewelry, qırıb içinə giribdilər. Çünki was broken into. And a lot of jewelry, çoxlu zinətlər, was stolen, oğurlanıb. Steal nə deməkdir? S-T-E-A-lı oğurlamaq. Stole da oğurlamağın stolen keçmişidir. P2 forması, bəli, oğurlanıbdır. Each time, hər dəfə oğurlanır der zinət əşyaları. The police had still not managed to catch the thief. Polis deyir, hələ də tuta bilmirdi. Yeni bir şey öyrəndik bugün. Manage nə deməkdir? Manage to. Can deməkdir. Can'in sinonimidir. Deməli, still managed to catch the thief. 3 weeks later, 2 həftə sonra. So Mr. Grey decided, qərara gəldi that ki, he would try to do something about it. O would try to do something, nəsə etsin bu barədə. Therefore, buna görə. Bought a camera, kamera aldı. Fixed it up, onu qurraşdırdı in his shop, mağazasına. So that, belə ki, it would photograph anyone who broke in at night. Yəni ki, o deyir, would fotoğrafını çəkəsiydi kimsənin, anyone, who, kim ki, broke in at night, gecə qırıb içəri girir aynanı. And put some very cheap jewelry, put qoyur some bəzi, very cheap, çox
ucuz jewelry zinət əşyaları. In front of it, onun qarşısına, for the thief, oğru üçün. A few nights later, bir neçə gecə sonra, the thief didn't come again. Oğru gəlmədi. Did come again, gəldi. But he didn't touch, amma o toxunmadı. Any of the cheap jewelry, ucuz zinətlərin heç birinə. That hansı ki Mr. Gray had put out for him. Mr. Gray had put, qoymuşdu. Out for him, onun üçün, yəni çıxardıb qoymuşdu. He took the camera, o kameranı götürdü. It was worth 150,000 euro. Onun qiyməti 150.000 euro idi. O qiymətə kamera. Miss Williams had two sons. Miss William'ın had two sons, iki oğlu vardı. Had nəyin keçmiş idi? Having. One morning, bir səhər, during the holiday, tətil ərzində, when he was doing the fishing, o balıq tutarkən, Ferit was doing hansı zamanda? Keçmiş davam edici zamanda. Yəni, past continuous. Washing for the family. Ailəsi üçün, she was doing washing, ailəsi üçün yuyurdu. Her younger son, younger nədir? Balaca oğlu. Come, gəldi and asked və soruşdu. Her ondan. For some money, biraz pul, konfet üçün. Sweets are bad for your teeth. Şəkərlər pistir sənin dişlərin üçün. Miss William deyək, xanım William. Miss Williams said, Miss William dedi. Take these two orange. Götür bu iki portağalı. Baxın, these cəmdə olduğu üçün orange cəmdədir. Instead əvəzinə. And give one to your older brother. Give, ver birini your older brother, böyük qardaşına. One of the orange, portağallardan biri was quite, kifayət qədər, a lot bigger, daha böyük idi. Than the other, o birisindən. And as the small boy liked orange, balaca oğlu liked, xoşladığına görə portağalı, he kept that, saxladı, one, birini for himself, onun için. And gave, verdi, his brother, qardaşına, the smaller one, balaca olanı. Bu eri bilirik də, daha deməkdir. Small, balaca, smaller, daha balaca. Özdə zən ilə işlənilir. Zən nə deməkdir? Dan. Yəni, smaller than another one. O birisindən daha balaca. Bu cür işlənir cümlələrdə. When the older boy saw, böyük o boy, oğlan saw, gördü zət ki, his brother, onun qardaşının, had, varıdı, a much larger orange, daha böyük portağalı, than his own, onunkundan. He said to him, o ona dedi, it's selfish, bu egoistliktir, to take the bigger, daha böyüyünü götürmək, for yourself, özün üçün. The bigger one burada nəyə əvəz eləyir? Əgər bir isim haqqında təkrar eləmək istəmiriksə, onu one-la əvəz eləyə bilirik. Məsələn, portağalı nəzərdə tutur burada. Bir ismi bir də təkrar eləmək istəmiriksə, onu one və yaxud da once ilə əvəz edirik. Nə vaxt once deyirik? Əgər o isim cəmdə olarsa, once deyirik. Tamam. If mother had given me the orange, əgər anam had given, veribsə me, mənə, the orange portağalı, I would have given you the bigger one. Mən sənə daha böyüyünü verərdim. I know, mən bilirəm, you would, sən edərdin. Answered his brother, qardaşı cavab verdi. That's why, buna görə də I took it. Mən yekəni aldım. Belə.